Salam, dəyərli dostlar, xoş gördük hər birinizi, əziz dostlar. Deməli, mən daha bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan bir idarədən danışacağam. Yaxın bir keçmişdə mən yeraltı sərvətlərin çıxarılması ilə məşğul olan iki adaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşından danışmışdım. İndi isə bir Xəqani İsmailov var. Ondan danışacağım. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Tipli Səhmdar Cəmiyyətinin nəzdində suvarma sistemlərinin istismarı və təmiri idarəsinin direktoru Xəqani İsmailov. Maşallah, maşallah. Adını da deyib sonlandırmaq mümkün olmur. Bu Xəqani İsmailovun haqqında son vaxtlar mətbuatda silsilə yazılar həyata keçirilir və mənə bir vətəndaş müraciət elədi. Deməli, Cəlilabad rayonunun kəndlərindən biri Sahib adlı bir vətəndaşdan da adam bir vaxtlar 30.000 manat pul alır. Onun oğlunu işə düzəltməklə bağlı 30.000 manat pul alır və sonradan Sahib adlı vətəndaş şikayət edir bu hörmətli Xəqani İsmailovla bağlı. O 30.000 manatın 10.000 manatını geri qaytarır. 20.000 manat qalır. Bilmirəm o 20.000 manat qaytarılıb, verilib, verməyib. Əsas odur ki, bu hörmətli Xəqani İsmailovun ümumiyyətlə adamın ixtisası və peşəsi bu sahədə fəaliyyət göstərmək heç belə imkan vermir. Adam Biznes Universitetinin məzunudur. Nə vaxt getdi bu direktor oldu, nə vaxt təcrübə keçdi, harda işlədi, necə işlədi və adamın dəyərli dostlar səsləndirilən iddialara əsasən, məlumatlara əsasən bir nəfərin də cinayət işində adamın adı hallanır. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan bir cinayət işində bir nəfərin dələduzluqla ittiham olunur. O ittihamda da bu Xəqani İsmailovun adı keçirir. Orada adamdan çoxsaylı şikayətlər var. Adam dövlət tərəfindən verilmiş bu idarəyə şlanq materiallarını da həmən o şlanqları da topa-topa kimlərəsə nəyinsə müqabilində verilir. Bununla da bağlı bizə məlumatlar gəlib, dəyərli dostlar. Ümumiyyətlə, mən bu idarənin və bu Xəqani İsmailovun haqqında bir araşdırmaya başlamışam. İnşallah yaxın günlərdə bunun haqqında sizə ətraflı məlumat verəcəm, dəyərli dostlar. Səsləndirdiyim informasiya və məlumatlarla əlaqədar Xəqani İsmailovun da mövqeyini işıqlandırmağa hazıram. Şifahi yazılı mövqey olarsa çəksin, göndərsin bizə. Biz onun haqqında danışaq. Adamdan çoxsaylı təkrar gedirəm. Şikayətlər var, dəyərli dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.